Siz karesdə qırırsınız bir-birinizi. Siz birləşin, xalq da sizə baxsın, birləşsin. Bəli, bəli, baba dostumuz yazıb ki, siz bir-birinizi qırırsınız. Bəli, birləşin ki, xalq da siz görsün, birləşsin. Bəli, düz deyir. Düz deyir. Mən də bayaqdan onu deyirəm. Ay Qabil, ay Orxan, ay filan kəs, ay kişi, ay oyun oynama. Ay elmini müdafiə edib, yanında da elmini bu hakimiyyətə satanı müdafiə eləmə, artistlik eləmə, ikiyüzlülük eləmə, ləyaqətsizlik eləmə, kişiliyin olsun, mübarizə apar, bir üzün olsun, bir yolun olsun, bir amalın olsun, bir də dəstək verək sənə. Belə olan halda biz birləşərik, siz də bizi görərsiniz, bizə dəstək verərsiniz, gücümüzə güc qatarsınız. Mən bunu deyirəm da, yığışdırın bu oyunlarınızı, bu ikiyüzlülüğünüzü, bu yaramazlığınızı, alçaqlığınızı yığışdırın ki, biz birləşə bilək. Sizin oyunlarınız imkan yaratmır biz birləşə. Siz oyun oynuyorsunuz, yalancılıq edirsiniz, mən də məcburam sizin adınızı çəkib ifşa eləyəm. Mən də sizə ifşa eləsəm, biz bir yerə gələnmərik ki. Düzdürmü? Məsələ budur. Məsələ budur, qardaş. Birliğin karşısına alan mesele budur. Bu meselenin ortadan kalması lazımdı. Bu da bunların özelindədir. Kaldırsınlar da kardeş. Ağıl var, mantık var. Kaldır da.